Tərtərdə bir ailənin 4 üzvü dəm qazından boğularaq həyatını itirib. Buna səbəb isə İran sobaları adlanan bu qızdırıcı cihazların olduğu deyilir. Bəs ümumiyyətlə bu cihazları alarkən və istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməliyik ki, həyatımızı təhlükəyə atmayaq? Soba nə qədər keyfiyyətli və çox funksiyalı olsa da, əsas məsələ onun təhlükəsiz quraşdırılmasıdır. Satıcılar deyir ki, sobaların üzərində quraşdırma kitabçaları var. Ancaq buna baxmayaraq təhlükəsizliyə görə xüsusi mütəxəssislərə müraciət etmək daha yaxşı olar. O ki, qaldı sobaların funksiyalarına. İran qaz sobalarının əks klapanı var, qaz sonan zaman həmən bağlayır. Reduktoru var, nə qədər qaz təzyiqlə gəlir gəlsin, özü nizamlayır, qoyduğun qədər, yəni farsınkuya qazı buraxır bu iki. İkincisi ki, özünün tənzimləyicisi var, yəni qaz çox olarsa, az olarsa oradan tənzimləyə bilirsən. Qaldı ki, düzgün quraşdırmaq lazımdır. Məsələn, sobanın borusun çöldən 2 metrə yarım, 3 metrə qaldırıb və başına H işarəsi deyilən bir, həm popaq da deyirlər, H da deyirlər, onu qoymaq lazımdır ki, məsələn, içinə yağış düşüb, gəlib tədricən sobanın içinə çatmasın ki, o sobada məsələn, problem yaradır. Məsələn, paslanma verə bilir, problem yaradır, külək əsəndə sobanı söndürməsin. Bu cür sobaların quraşdırılmasında səhvə yol vermək olmaz. Əks halda bu həyat üçün təhlükə mənbəyi ola bilər. Mütəxəssislərin fikrincə dəm qazından boğulma halları əsasən cihazdan deyil, düzgün nəzarətin olmaması səbəbindən baş verir. Bu dəm qazının yaranması üçün müxtəlif səbəblər olmalıdır. Bu səbəblərdən ən başlıcası İran sobaları istismar olunarkən tüstü bacalarının normal şəkildə fəaliyyət göstərməməsidir ki, hava sirkulyasiyası pozulur və dəm qazı mənzilə daxil olur. Dəm qazından vaxtı-vaxtında xəbərdar olmaq üçün xüsusi qaz detektorlarının quraşdırılması böyük əhəmiyyət kəsb edir. Belə ki, həmən qaz detektorları dərhal işə düşərək insanı dəm qazı sızması barədə məlumatlandırır. İnsan da öz növbəsində həmən məkanı tərk edir və yaxud havalandırmanı təşkil edir. Azəriqaz İstehsalat Birliyindən dəm qazından zəhərlənmə və ölüm hadisələrinin baş verməməsi üçün əhaliyə çağırış edilərək bildirildi ki, dəm qazını yaradan digər amillərdən də biri tüstü bacalarının işlək vəziyyətdə olmamasıdır və yaxud da tüstü bacalarının düzgün quraşdırılmamasıdır. Tüstü bacaları binalarda olan yerlərdə mütləq surətdə ildə bir dəfə təmizlənməlidir və bunun təmizlənməsi haqqında qaz paylaşıcısına arayış verilməlidir. Tüstü bacaları standarta uyğun quraşdırılmalıdır. Hər hansısa bir divardan və yaxud pəncərədən nazik bir təbəqəli borunu bayıra çıxartmaqla tüstü bacası var deyə həmin qurğunu işlətmək qəti qadağandır. Qurumdan həmçinin bildirildi ki, dəm qazı məsuliyyətsizlikdən yaranan nəticədir. Təbii qazdan və qurğulardan düzgün istifadə qaydalarına əməl etsək, dəm qazının əmələ gəlməsi də mümkün deyil.